Bir daha salam, xoş gördük. Dil barədə aparılan elmi araşdırmalardan birini mən sizə təqdim edirəm. Amerikalı professor Lera Broditsky Avstraliyanın Cape York əyalətində yerli əhali, yəni aborigenlər üzərində apardığı araşdırmalardan çox maraqlı detallar ortaya qoyur. Sən demə bu yerli əhalinin dilində sağ, sol, yuxarı, aşağı kimi sözlər yoxdur. Və onlar tam dəqiqliklə coğrafi istiqamətlərdən istifadə edirlər. Şimal, cənub, qərb, şərq. Hətta biri digərindən soruşanda ki, hansı tərəfdən gəlirsən, o tam dəqiqliklə bizə deyir. Şimal-şərq tərəfdən gəlirəm. Və bəzi dillərdə, buna dair də mən misal çəkəcəm, rəqəmlərə olan münasibət fərqlidir. Məsələn, 13-cü Döyüşçü adlı bir film var. Hollywoodun çəkdiyi bir filmdir. Orada baş rolda Anthony Banderas iştirak edir. Ərəb döyüşçü iştirak etdiyi qoşunda qarşı tərəfdən gələn hücumu öz qoşununa çatdırmaq istəyir. Və onların sayın onlara izah etmək istəyəndə bir rəqəm deyir. Və onlarda belə bir sual yaranır. Nə? Yəni bunların zehnində, təfəkküründə ümumiyyətlə rəqəm adında bir məfhum yoxdur. Və bunlar necə məsələni həll edirlər? Çox az, az, biraz çox, çox, daha çox. Yəni bunların təsəvvüründə məsələn çox az dedikdə 1-dən 10-a qədər bizim rəqəmlərimiz nəzərdə tutulur. Biraz çox deyəndə artıq 10-dan məsələn 50-yə qədər, 10-dan biraz da çox rəqəmlər nəzərdə tutulur. Daha çox dedikdə 100-dən artıq bir rəqəmə işarə edilir. Yəni bizim nəzərdə tutduğumuz rəqəmlərə. Və bir qədər əvvəldə mən misallar çəkmişdim ki, bəzi dillərdə, məsələn rus dilində sini və qaluboy sözləri ingilis dilində sadəcə blue kəlməsindən istifadə olunur. Və yaxud qəhvəyi rəng üçün rus dilində 5 kəlmədən istifadə olunduğu bir halda yenə də ingilis dilində sadəcə brown kəlməsindən istifadə olunur. Və bütün bunlar üzərində aparılan elmi araşdırmalardan belə məlum olur ki, o millət ki, rəng tonları arasında elə bir həssaslıq nümayiş elətdirirlər, yəni bir rusun sini və qaluboy deməsinin əsas səbəbi onun beyninin həmən rənglərə olan reaksiyasından xəbər verir. Yəni bir rusun beyninə sini və qaluboy, mavi və göy rəngə olan reaksiyalar ingilisin sadəcə blue dediyi zehnindən, dilindəki ifadədən daha effektlidir. Yəni verdiyi reaksiya. Və bütün bunlar bizə əsas verir ki, dilin insanların təfəkkürünə nə qədər böyük təsir qoymasından belə bir qənaətə gələk. Mövzumuza yenə mən daha ətraflı başqa misallarla davam edəcəm.